Son olarak Cedey Qasim. İkinci hisse. Bəli. Fatma'yı da kaybettik. Buyur. Səhvin hardadır? 8. Baxaq 8-ə. Aha. Ne deyir bu 8-də? Deyir ki, Rusiya, Ukrayna, Çin, ABŞ. Aha, baxaq. İri qamış, şəkər qamışı. Bunu ələ ki qoyuram. Zəngin daş kömür, qalay. Rusiya, Ukrayna, Çin, ABŞ. Bir dənə düşünürəm. Bunları birləşdirən, yəni şəkər qamışı, şəkər qamışı Çin ərazisində olmayacaq. Şəkər qamışı. Sonra daş kömür, bir dənə bunda qalım. Unitar, Rusiya federativdir dediyimiz kimi. Federativ də deyil. Qalay, Wolfram qurşağı Cənub-Şərqi Asiyadadır. Daş kömür var bunlarda. Daş kömür. Sonra 21 var. 21. Çünki dilə daxil unitar monarxiya. Bir dənə fikirləşək. Bax, Kanada federativdir. ABŞ federativdir. Unitar olsun, monarxiya olsun həm də. Unitar monarxiya. Yaponiya, bax, Fransa. Da çıxıram. Respublikadır. İtaliyada çıxıram. Respublikadır. Yaponiyada Böyük Britaniya. Monarxiya unitar. 36. Səudiyyə, Küveyt, Qətər, aid olmayan. Ərazisində səhralar geniş yayılmış, düzdür. Amma biriləri çıxıb bizə soruşur ki, aid olmayanı seçin. Demək, hansını çıxıram? Yeni çıxıram. Çıxdım. Zəngin neft. Bu da düzdür. Yenə də çıxıram. Elm tutumlu sənaye sahələri. Ərəblər nə anlar elmdən? Əkinçilik ancaq suvarma şəraitində mümkündür. Bu düz fikirdir. Çünki səhra, yarım-səhra yayılıb. İri kapital idxal yox, ixracdır. Burada deyir, kapitalı alan ölkədir. Yox, kapitalı verən ölkədir. Mülayimdə yox, şeydir də, tropikdədir. 3, 5, 6. Bildim. Sonra 38. 8. Yeni sutkanın başlamasını eyni vaxtda müəllimə bu bir meridian üstündə olan ölkələr. Fikirləşin. Ukrayna hardadır? Böyük Britaniya hardadır? Getdi. İsveç, Fransa, İspaniya. Bunu biraz qoyun. Bu Albaniya daha şərqdədir. Bu Albaniyanı götürmürəm. Amma eyni meridian üstündə ola bilər. Yenə baxacağam. İsveç hara? Bulqaristan hara? Bulqaristan daha şərqdədir. Ukrayna, Albaniya, Belçika. Albaniyadan, daha doğrusu Ukraynadan Norveç olmaz. Eyni sutka qaldı. B-dən C. Bax, İslandiya çox şərqdədir. Daha doğrusu çox qərbdədir. B-ni də çıxdım. Avtomatik cavab olur C. Bildim. Sonra 48. Eylervin. Mis deyəndə ağlımıza gələn Çili olmalıdır. Deyir, çay nəqliyyatı inkişaf etməmişdi. Düşünürəm ki, çay nəqliyyatı elə bil ki, hər ikisində inkişaf etməyib. Nədən? Çünki hər ikisi dağlıq ölkədir. Qurunun ən hündür dağ zirvəsi Comoluqmay Nepaldadır. Bura 3 yazıram əzizim. Materik daxili ölkə Nepal materik daxili ölkədir. Ərazisi soyuq okean cərəyanlarının təsirinə məruz qalır. Çili soyuq Peru cərəyanının təsirinə məruz qalır. Nepal materik daxili ölkədir. Okean cərəyanının təsirinə məruz qalmaz. Hər ikisi də inkişaf etməkdə olan ölkədir. 1, 5, 3, 4 bəndə. Sonra 62 var.
Aha. Deyir Atlantik Okean sahilində yerləşir. Fikirləşim, ABŞ-da yerləşir, Avstraliya qətiyyən yerləşmir, amma Braziliya yerləşir. Düşünürəm bu 2-yə 1 olacaq. Sakit Okean sahilində yerləşir. Avstraliya yerləşir, ABŞ yerləşir. Bunu hələ ki belə eləyim. Hamısı bitsin, baxacam. Təzədən. İnkişaf etmiş ölkə, təbii ki, ABŞ-dan Avstraliya, Braziliya inkişaf etməkdə olan ölkədir. Dəmir filizi ixrac edirlər, dəmir filizi satırlar. Avstraliyada var. Braziliyada var. ABŞ, Braziliya ixrac edən. Bu bir dənə qoyun, hələ ki 4-ü. Bir savanna və seyrək meşələr zonası geniş sahə tutur. Geniş sahə tutur deyirsə, bunu elə bil ki, geniş sahə tutur deyə 2 yerə aid edə bilərəm. Braziliyadan Avstraliyaya əlbəttə ki. Bu getdi. Paytaxtı ölkənin ən iri şəhəri deyil. Hələ ki qoyaq. Bir federativ. ABŞ federativdir, Braziliya federativdir, Avstraliya federativdir. 7. 4-ə 7 olacaq. D variantı deyəsən. Bir dəqiqə, hamısına baxım. 1-ə 2, 3. 2-yə 1, 3-ə 4, 5. Baxaq uyğun gəlirmi? Avstraliya, Braziliya. Bəli, olar. Bəli. Olar. Bir də ki, savanna və seyrək meşələr olar. 4, 5, 6, 7, 4-ə. Bir dənə baxaq. Bunların üçündə də paytaxt iri şəhər deyil. Hələ burada New Yorkdur, Washingtondur, ən iri şəhəri New Yorkdur. Avstraliyada məsəl üçün Canberradır, paytaxtdır. Nə bilim Perth var onun, Melbourne var, Sydney var ən əsas. Braziliyada Rio de Janeiro'dur ən belə məşhur şəhəri, amma paytaxtı Brazildir. Üçünə də aiddir. Sonra 75 var. Azərbaycan və Çin. Əsas çayların əksəriyyəti şərq istiqamətə axır. Bir nə fikirləşək. Düz deyir əslində. Çox Azərbaycanla Çinin ortaq cəhəti. Kənd təsərrüfatında bəli. Azərbaycanda da, Çində də kənd təsərrüfatında əkinçilik, bitkiçilik, yəni əkinçilik üstün yer tutur. Amma Yaponiyada heyvandarlıq deyəcək. Şərq hissəsində yayı quraq keçən mülayim isti. Çində mussondur. Elektrik enerjisi AES, iraq olsun. AES yoxdur Azərbaycanda. Ən hündür dağlar ölkənin şimal-şərqindədir. Şimal-şərq. Əslində Azərbaycanda şimal-şimal qərbdir. Rusiya ilə bəli. Hər ikimiz. 1, 2, 6. Sonra ən sonuncu 86. 86. Deyir ki, Brazil, belə gedək. Dəniz təsərrüfatı iqtisadiyyatın əsasını təşkil edir. Dəniz təsərrüfatı iqtisadiyyatın əsasını təşkil edir. İslandiyanın balıqçılıq əsasını təşkil edir. Böyük ərazi və zəngin təbii ehtiyatlar iqtisadi inkişafın əsasıdır. Bu təbii ki, Brazil. Yarımadada yerləşir Braziliya. Əslində, belə deyək də, heç biri yarımadada yerləşmir. Yox, heç biri. Yarımada bu adadır, bu materik daxildir, bu da yox. Dünya okeanına birbaşa çıxışı yoxdur. Bu İsveçrə, Avstriya, İsveçrə, Lüksemburq, Liechtenstein heç birinin dünya okeanına çıxışı yoxdur. Əhalinin təbii artımının ikinci tipi də əlbəttə ki, inkişaf etməkdə olan ölkə olan Braziliyadadır. 1, B. Bəli, bildim. 2D, dəqiqə bunu səhv yazmışam, C yazmışam, çaşıb. 2D, 3A. Bitdi. Yazmağı nə verəcəksiniz müəllimə? Elə onu verirəm. Əvvəldə idi bu mündərcatı, yox deyildi, sondaydı. Sondaydı. Burada
Sən bıyıq yoxdur ki. Qoy mən buradan baxım. Demək, dünyanın müasir siyasi xəritəsi, ölkələrin kifayət xüsusiyyətləri, ümumi coğrafi, Azərbaycan Respublikası əhalisi. Bu nədir, hardadır bu? Bir dəqiqə. Elə bunu verəcəm də bax. Başına baxaq. Dünya əhalisi. 100 test. Dünya əhalisi 100 test. 100 test. Bəli, bildim. Sağ ol əzizim. İnşallah növbətdə görüşərik. Sağ olun, müəllim.